Futbol söhbətlərimiz, futbol mövzularımız davam edir. Hər vaxtınız xeyir. YouTube kanalımızda və müxtəlif platformalarımızda biz ölkə futboluna həsr olunan müzakirələrlə yanaşı intervyuları, müsahibələri də davam etdiririk. Bu gün tamam fərqli bir qonağımız var, tamam fərqli bir qonaqlarımız var, fərqli bir mövzuya toxunacağıq. Məncə bir çoxlarımız üçün maraqlıdır. Əgər bu mövzu ilə indiyə qədər maraqlanmamışıqsa, ümid edirəm ki, bax bu müsahibədən sonra bəzi detallar sizi də təəccübləndirəcək. Ölkədə qadın futboluna və sizin qadın futboluna marağınızı biraz da artıra biləcəyik. Qonağım Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov və futbolçumuz Milana Rəhimovadır. Söhbət qadınlar millimizdən gedir. Bu komandanın baş məşqçisi və futbolçusu ilə ölkə futbolunda məhz qadınların mövqeyini, qadın millimizin rolunu, qadın futbolunu müzakirə edəcəyik. Xoş gəlmisiniz. Xoş gördük. Təşəkkür edirik dəvətimizi qəbul etdiyiniz üçün. Siyasət müəllim, sizdən başlayım. Son bir turnir var idi. Komandamız orada fərqləndi. Qalib olaraq vətənə qayıtdı. Əlbəttə ki, turnir bildiyimiz böyük hansısa bir Avropa Dünya çempionatı deyildi, amma bunun təsiri, əhəmiyyəti böyükdür, bilirik ki. Öncəliklə fürsətdən istifadə edib sizə təşəkkür etmək istəyirəm. Doğrudan da sevindirici haldır ki, doğrudan da YouTube platformasında ya da sosial şəbəkələrdə azından qadın futboluna yer ayırırsınız. Ona görə sizə təşəkkür edirəm ki, doğrudan da bu gün bizi qonaq eləmisiniz. Daha bir sevindirici haldır ki, doğrudan da biz ola bilər sizin dediyiniz kimi hansısa biz Avropa Dünya Çempionatlarının finallarında qalib gəlməmişik, amma FIFA-nın belə deyək təzə keçirdiyi turnir var ki, orada iştirak etmişik. Önəmli olan odur ki, doğrudan hər iki oyunu qələbə qazandıq və qələbə ilə döndük evə. Turnirin əsas biz üçün doğrudan da sevindirici hallardan biri oldu ki, bundan başqa biz turnirdən başqa daha bilirsiniz, bu rəsmi oyunlardan əvvəl son bizim hazırlıq kampımız idi. Və biz bu kampda ya yoldaşlıq görüşləri oynamalıydıq, ya da belə bir turnir oynamalıydıq. Düzünü desəm biz bu turnirdən bu təklif gəlmədən öncə biz bir neçə ölkə var ki, onlarla yuxarı aşağı razılıq əldə olunmuşdu ki, yoldaşlıq görüşləri üçün. Amma bu turnirin gəlişi doğrudan bizə fərqli bir hisslər oyatdı. Ona görə ki, həm bizim indiyə qədər görmədiyimiz bir ölkələr idi. Ondan başqa ən önəmlisi o idi ki, turnir idi. Yəni biz hansısa yoldaşlıq görüşə gələndə bir komandanın iki oyun oynayırıq, amma bura gələndə yəni eyni zamanda iki komanda fərqli ölkələrlə oynayırıq. Və biz də düşündük ki, bu ilk olması və Bangladeşdə olması bizə də maraqlı gəldi. Düzünü desəm, biraz formatla tanış olduq, rəqiblərlə tanış olduq və sonda qərar verdik ki, burada iştirak edək. Düzünü desəm, biraz suallar qalmışdı beynimizdə ki, necə ola bilər turnir haqqında. Bir də getdiyimiz ölkə biraz bizə daha belə deyək, fərqlidir ölkə olaraq. Amma mən sizə deyim ki, ölkəyə gedəndən sonra o təşkilatçılıq, onların turnirə yanaşması falan bizi doğrudan da yaxşıya doğru təəccübləndirdi. Bir də onu deyə bilərəm ki, elə biz belə deyək, oyunlardan qabaq bütün üç ölkənin belə deyək, baş məşqçiləri və kapitanları mətbuat konfransı oldu. 15 dəqiqə hər ölkə üçün ayrılmışdı. Mən düzünü desəm, orada olan o yanaşmanı gördüm. Yəni o ölkənin media tərəfindən olan qadın futboluna yanaşma. Mən düzünü desəm, yəni ilk dəfə idi belə bir şey görürdüm. Yəni biz Avropa çempionatı oynamışıq, biz Avropanın 5 top ölkələrində də olmuşuq. Biz İspaniyaya qarşı oynamışıq, Danimarkaya qarşı oynamışıq. İndiyə qədər məsələn bu səviyyədə mətbuat konfransları olmamışdı. Bu qədər jurnalistlə, ya bu qədər belə deyək çəkilişlə. Ondan başqa birincisi onların bu turnirə necə hazırlaşdığını göstərir ki, öz belə deyək, şəhərin ən yaxşı stadionunu seçmişdilər. Ondan başqa azarkeş kütləsi. Məsələn, bizi ilə Bangladeş oyununa 16.000 azarkeş var idi. Yəni doğrudan da çox yaxşıdır. Və oyundan qabaq belə deyək, stadion ətrafında olan şənliklər falan, insanların gəlməsi, oyundan qabaq hansısa belə deyək,
oyuna hazırlıq üçün insanlar üçün hansısa konsert, kiçik konsert formasını verməsi. Doğrudan da turnirə mən sizə deyim ki, bu turnir mən özüm də oradakı mətbuat konfransında qeyd elədim. Elə bir ki, hansısa bir dünya Avropa çempionatının hansısa bir belə deyək möhtəbər bir mərhələsinə hazırlaşırıq. Və mən düşünürəm ki, doğrudan da turnir ümumi olaraq bizə özümüzü götürəndə çox yaxşı tərəfdən belə deyək, xoş hisslər qazandırdı. Və kimsə düşünə bilər ki, orada Bangladeş rəqib olaraq, Malaziya olaraq bəlkə də reytinqdə bizdən aşağı idi falan. Amma sizə deyim ki, doğrudan da hər iki rəqib bizə lazım qədər çətinliklər eləyirdi və əsasən də mən düşünürəm ki, Bangladeş komandası ikinci oyun bizə çox problemlər yaratdı. Həm meydançanın bütün nöqtələrində bizə doğrudan da təzyiq eləyirdilər. Həm çox aqressiyalı idilər, çünki birinci oğluna məğlub olmuşdular. Onlar da istəyirdilər ki, evdə özdə 16 min azarkeş gəlib, istəyirdilər qələbə qazansınlar, azından xallar bərabərləşsin. Ona görə ilk 15 dəqiqə ümumiyyətlə çətinlik yaratdılar bizə. Ondan sonra biz belə deyək, biraz ağırlığımızı qoyduq, biz də oyun planımızdan çıxmadıq, nizam qurduq və istədiyimiz, yəni harda səhvlər eləyirdilər, oradan da biz qol vurduq. Amma yenə də deyirəm, qol buraxsalar belə deyək də istəmirdilər düşüş olsun və sizə deyim ki, bir-birdə düzdür səhvimiz var idi, amma mən düşünürəm ki, hardasa rəqib biz o səhvə məcbur elədi və belə deyək, qol 1-1 bitdi birinci tam. İkinci tam isə 1-1-dən sonra mən deyim ki, Bangladeş daha da üstünə qoyaraq gəldi. Amma düşünürəm ki, bəzi onların oyun analizlərində də bunu görmüşdük, bəzi boşluqlar var idi ki, sırf biz oyun məşqləri o boşluqların üzərində qurmuşduq əsasən. Bizim taktiki olaraq dəyişiklik olsun, bir dəyişiklik elədik və həmin dəyişiklikdən sonra 2 dəqiqə sonra məncə həmin epizoddan qol vurduq və 2-1 qurtardı. Amma mən düşünürəm ki, çox möhtəşəm oldu. Həm turnirin təşkilatçılığı olaraq, həm turnirin milli komandaya qazancı olaraq mən düşünürəm ki, sonuncu əsas mərhələdən öncə sonuncu bizim hazırlıq dönəmi üçün yadda qalan oldu. Milana bu turnirdə yox idi, Milana Rəhimova. Amma milli komandamızın üzvü olaraq suallarımız çoxdur təbii ki Milanaya. Nə dərəcədə çətindir, nə qədər həyəcanlıdır, nə qədər fərqlidir? İlk növbədə bizi dəvət elədiyiniz üçün təşəkkür edirəm. Qadın futbolu, belə deyim, ümumiyyətlə idman çətin bir peşədir. Çünki həqiqətən də çətin anlar və yaxud da yaxşı anlar olur. Qadın futboluna gəldikdə isə daha əvvəlki illərə nisbətən hal-hazırda həqiqətən də daha özümüzü yaxşı hiss edirik. Çünki əvvəlki illərə nisbətən indi qadın futboluna çox böyük dəstək var və düşünürəm ki, bu bizim əzmkarlığımızdan irəli gələn bir şeydir. Çünki həqiqətən də daha əvvəlki illərdə biz çox çalışırdıq ki, hal-hazırdakı duruma gəlib çata bilək. Düzdür, məqsədimiz daha yaxşı yerlərdə olmaqdır, amma hal-hazırda media olsun, ümumiyyətlə insanlar olsun, artıq bizə cəmiyyət olsun, bizə fərqli yanaşır, bizim bacaracağımızı görür və bacardığımızı görür, bizə dəstək olur. Hal-hazırda daha yaxşı hiss edirik özümüzü, çünki artıq o dəstəyi hiss edirik qadın futboluna qarşı. Ona görə hal-hazırda hər şey yaxşıdır. Amma təbii ki də çətin anlar olurdu, çünki bəzi insanların, bəzi cəmiyyətin fərqli düşüncələri olurdu qadın futboluna qarşı. Bu da normal bir haldır, amma düşünürəm ki, biz bunu dəyişdirməyə bacarırıq və bacaracağıq daha yaxşı olması üçün. Bu qədər iddialı, bu qədər sevgi ilə yanaşır Milana mövzuya və buradan yola çıxaraq məncə ən vacib sual budur. Bugün kişi futbolçularımızın legioner həyatı yaşaması ən qayğılı məsələlərimizdən biridir. Bunu çox istəyirik, amma sayı çox azdır. Amma qadın futbolçularımızın böyük əksəriyyəti legioner həyatı yaşayır. O cümlədən də sən biz siyasətmənlə danışarıq bu barədə geniş. Sənin üçün xanım futbolçu olaraq, qadın futbolçu olaraq legioner həyatı yaşamaq necədir, necə hisslərdir?
Təbii ki, gözəl histir. Çünki ilk növbədə öz ölkəmi, öz vətənimi legioner olaraq xaricdə təmsil edirəm. Bu mənim üçün qürur verici bir şeydir təbii ki də, amma gözəl bir hissdir. Çünki hər bir futbolçunun qadın olsun və yaxud da kişi bir futbolçuların bir məqsədi olur və bizim qadın futbolçuların məqsədi ilk növbədə ölkələrini xaricdə tanıtmaqdır və ikinci növbədə də yaxşı bir komandalarda oynamaqdır. Mənim də məqsədim eyni. Həqiqətən də indiyənə kimi çalışmağımın səbəbi ilk növbədə ölkəm üçün, sonra Avropada yaxşı bir komandada oynamağım üçündür. Gözəl bir hissdir. Yəni həqiqətən də hər şey dünya görüşün fərqli olur. Yəni yaxşı komandalara qarşı oynayırsan, professional komandalara qarşı oynayırsan. Mənim hal-hazırda oynadığım komandada həqiqətən də mənə çox şey öyrədir. Çünki yer gəlmişkən Makedoniya çempionatında mübarizə aparırsınız. Biraz indi izləyicilərimizə ilə məlumat da verək. Hansı komandadır, hansı səviyyədədir? Səhv eləmirəmsə Avrokubok təcrübən də var. Avrokuboklarda da oynayırsınız. Biz belə deyim, mənim getdiyim komanda Ljubaten komandasıdır. Makedoniyanın son 3 ildir çempion olan komandasıdır. Hal-hazırda komandam çox yaxşıdır. Yəni professional, məndən əlavə 6-7 dənə legioner var. Yəni bu mənim futbol karyerama da böyük bir təcrübə bəxş edir. Çünki Ljubaten komandasından da Çempionlar Liqasında oynamışam. İlk mərhələnin ikisində qalib gəlmişik. Düzdür, sonraki mərhələdə məğlub olduq, amma böyük bir təcrübə qazandırdı mənə bu oyunlar. Siyasət mən qadın futbolla bağlı indi ilk belə podkastdır deyə mövzular çoxdur əslində. Bir mərhələ mümkün qədər hamısını izah eləyək. Elə biz bax bu legioner mövzusunu düşünürəm ki, danışmalıyıq. Qadın futbolçularımızın bir çoxu legioner həyatı yaşayır. Səhv eləmirəmsə bu son illərdə daha da belə qabarıq hal alıb. Elə siz özünüz də məşqçi kimi xarici ölkədə təcrübəniz çoxdur, çempionluğunuz da var, milli komanda üzvlərindən bir yerdə. Buradan yola çıxaraq mən bildiyimə görə burada AFFA'nın bir maraqları var. Bu mövzunu biraz daha açaq bizim üçün. Hansı işlər görülür və yaxud da milli komanda üçün faydaları necədir? Belə deyək, biz A milli komandanı quranda ilk dəfə bizdə bilirsiniz də biz qadın futbolunu yeni inkişaf elədiyimizə görə bizdə liqaların səviyyəsi o səviyyədə deyil. Yəni ona vaxt lazımdır, zaman lazımdır. Ona görə A milli komanda qurulduqda belə bir plan oldu ki ortada. Yəni milli komandanın tərkibində olan qızlar əgər bizim liqada oynayarsa durum hansı yerdə ola bilər? Çünki bundan öncə bilirsiniz bu Millətlər Liqası son illərdə gəlib, yaradılıb və bundan öncə A səbəti, B səbəti və C səbətindən, A səbətindən bir komanda düşürdü, B səbətindən bir komanda, C səbətindən biz və ya kimsə düşürdü. Ona görə A səbətində olan komandaların, B səbətində olan komandalar, məsələn İspaniya, Danimarka, yəni üstünlüyü çox böyükdür. Çünki onların həm o belə deyək, milli komandanın ümumi gücləri yaxşıdır, həm individual oyunçuların keyfiyyəti yaxşı olur. Biz nə edə bilərik? Belə bir ortaya sual çıxdı ki, biz qızların necə eləyə bilər ki, yəni bizim bu liqada görünən odur ki, biz yeni inkişaf eləmək istəyirik, liqa yeni inkişaf, biz bu liqada bu komandalara qarşı oynaya bilərmiyik? Ondan sonra belə bir təkliflər gəldi və sağ olsun ki, doğrudan da federasiya da bizi dəstəklədi. Belə bir biz plan hazırladıq, strateji plan ki, biz yaxın qonşu ölkələrdə, çünki onların liqası bizdən qat-qat yaxşıdır və neçə illərdir qadın futboluna yatırım eləyək. Biz bu qızlarımızı, yaxşı olan qızlarımızı o liqalarda oynadaq. Oynadaq necə? Yəni təklif eləyək. Çünki A milli komanda olmayanda çox çətin idi iki illər biz üçün ki, doğrudan da biz qızları təklif eləyirdik, heç bir komanda yaxın gəlmirdi. Çünki biz heç rəsmi olaraq A milli komandada heç oyuna belə çıxmamışdıq. Yəni onda elə təzə yaranırdı. Kimə müraciət eləyirdik? Yəni belə deyək də yox cavab alırdıq ilk olaraq. Belə deyək, sonra biz məşqçi stafı bölgələdik. Yarısımız Türkiyə liqalarına, yarısımız Rusiyaya, yarısımız Qazaxıstana və belə deyək, ondan sonra getdik xahişə, kimisə ilk olaraq belə başlamışıq. Yəni doğrusu budur. Kimdənsə xahiş edirdi. Məsələn, kimisə tanıyırıq Türkiyədə, ondan xahiş edirik ki, məşqçi edin, heç olmasa bizim hansısa qızı baxışa çağırsın. Belə başlamışıq ilk olaraq. Və
bizi sevindirəcək hal o idi ki, doğrudan da ilk legioner yaşayan, həyatı yaşayan qızlarımız doğrudan da çox yaxşı belə deyək, mürəkkəb çıxacaq, yaxşı bazar elədi bizim qızlar üçün orada. Gedən qızlar hamısı doğrudan bəli, çox yaxşı işlər gördü. İstər Rusiya tərəfi olsun, istər Qazaxıstan tərəfi olsun, istər Türkiyə tərəfi olsun, bizim üçün çox yaxşı bir hal oldu. Və biz başladıq ilk olaraq oyunçuları belə deyək, baxışa göndərməyə. Türklər demiş denəməyə. Və düzün desəm burada federasiya hallar var idi ki, federasiya yenə də dəstək olurdu. Elə klublar var idi ki, deyirdi ki, öz hesabına gəlsin qızlar və burada federasiya yenə öz dəstəyin olurdu. Qızların biletlərinə belə alırdı ki, qızlar ölkəyə getsin, orada təmsil edirsin. Və şükürlər olsun ki, hansı qızımız gedirdi ki, gedirsə, hamısı da yaxşı keçirdi və qalırdı. Bundan sonra bir müddətdən sonra biz qızların bəzi qismini o çempionatlara yerləşdirə bildik və ondan sonra oradan gələn belə də feedbacklər yaxşıya doğru oldu. Ondan sonra yavaş-yavaş hiss eləyirdik ki, klublar özləri bizi axtarırlar və o ərəfədə ilk dəfə birinci dəfə belə bir şey olmuşdu. İslandiyada bizim Aytaç Şərifova İslandiya klubuna getmişdik, Keflavikə. Bir sezon orada legioner həyat yaşadı. Orada Türkiyədə olan bir məşqçidən qapıçı işləmişdilər. O da məni tanıdığına görə demişdi ki, bəs hocam biz Aytacı təklif etmişdik. Düşünün, İslandiya həmin komanda Keflavik Antalya Zbora gəlirdi. Və dedi ki, okey biz qızı belə videodan bəyənmişik, amma biz istəyirəm o belə bax. Onda yenə də federasiya sağ olsun dəstək oldu. Aytac getdi 10 gün orada qaldı. Və ondan sonra həmin ülkəyə keçdi. Bir sıqıl Keflavikdə legioner həyatı yaşadı. İlk dəfə bir qadın futbolçu idi, İslandiyada legioner həyatı yaşadı. Ondan sonra A milli komandanın göstərdiyi oyunu Milana deyirik, biz insanlarda biraz fikir dəyişmişik. Mən düşünürəm ki, biz dönüb arxaya baxanda 2010-cu ildə və indi 2025-dir, biz cəmiyyətdə doğrudan insanların fikrini dəyişə bilmişik, yaxşıya doğru. İndi biz sevinirik ki, valideynlər öz qız övladlarını futbola gətirir. Demək ki, burada qadın futbolu olaraq, milli komandanın üzvləri olaraq hamı bir şeylər eləyib ki, bu insanlar var. Çünki əvvəllər biz hansısa talantları tapanda biz onların valideynlərlə böyük problemlər yaşayırdıq. Yəni heç o talantı belə itirirdik, gəlmirdi. Amma insanlar indi ofisə bizim departamentə zənglər gəlir. Biz qızımızı necə yönləndirə bilərik? Biz burada qalırıq. Burada yaxın klub varmı? Bu çox sevindirici olacaq. Məsələn, bizim 14 liqası var. Mən əvvəllər biz ora gedəndə, orada stadionda ümumiyyətlə bir nəfər görəndə valideyn sevinirdik. İndi biz 14 liqasına gedəndə, yəni mən baxıram, o qədər valideynlər olur ki, mən doğrudan da sevinirəm buna. Ki, yəni belə şeylər var. Bu sevinc verici haldır. Və indiki zamanda son illər ki, bizim A milli komandanın elədiyi nəticələr var ki, yaxşıya doğru. İstər Millətlər Liqası olsun, istər Avropa Çempionat seçmələri olsun, istər Dünya Çempionatı. Ondan sonra klublar birbaşa özləri bizim milli komanda oyunçularına təkliflər göndərirlər. Doğrudan da. Amma bizim plan olaraq ilkin planımız bu idi ki, biz yaxın qonşu ölkələrə yerləşdirək. Biz bundan yetmirik də. Yəni biz bundan həmən bizim indi məqsədimiz odur ki, biz necə eləyə bilərik ki, buradakı qızları Avropanın o 5 top ölkəsində qalır futbol liqaları var. Ora necə çıxarda bilərik? İndi bizim o planın arxası olan planımız var ki, strategiyamız onun üzərində iş gedir. İkinci hissəsində iş gedir ki, biz necə eləyə bilərik ki, biz oradakı olan qızlara necə çıxarda bilərik? Düzün desəm, at çəkmək istəmirəm, əlbəttə ki, çünki bəli şey yoxdur. Elə qızlarımız var ki, doğrudan da o 5 ölkədən qadın futbolunun top olan ölkələrindən təklifi var. Burası da bəzilərinin kontraktda olduğuna görə biz onları çıxarda bilmirik, amma mən düşünürəm ki, yaxın gələcəkdə, bəli, yaxın gələcəkdə inşallah biz bəzi o top ölkələr var ki, biz indiyə qədər xəyalın qururduq ki, bizim oyunçular orada oynasın. İnşallah ki, orada bəzi oyunçularımızı görəcəyik. Yaxınıq artıq bu təmsil olmağa. Bəs klub olaraq dünya futbolunda, Avropa futbolunda təmsil olmaq üçün nələrimiz çatmır, klublarımız hansı səviyyədədir? Birincisi, klublarla bağlı belə deyək də, əlbəttə ki, birincisi, mən düşünürəm ki, burada klublarda inkişaf olmalıdır və inkişaf olması üçün mən hər zaman bunu qeyd edirəm. Mən düşünürəm ki, bizim Superliqada olan oğlan komandaları belə deyək, öz nəzdində
qız komandalarını komandası. götürməlidir. Yəni bu belə olan halda doğrudan da biz tez bir zamanda inkişaf eləyə bilərik. Düzdür, indi var. İndi Neftçi, Sabah, Qəbələ, Sumqayıt, yəni bu komandaların belə deyək, bir də Araz Naxçıvan öz qız komandaları var Super Liqada. Digər komandalar olacaq təqdirdə doğrudan da biz klub səviyyəsində də hansısa şeyləri yaxın gələcəkdə ala bilərik. Rəqabət, bəli. Çünki rəqabət olmalıdır. Yəni biz yaxın qonşularımıza baxanda Rusiyada olsun, Türkiyədə olsun, Qazaxıstanın özündə olsun, yəni bütün belə deyək, kişi komandalar, top komandaların hamısı qadın futbolunda Super Liqada təmsil olunur. Orada rəqabət var, ona görə orada inkişaf var və istər-istəməz əgər rəqabət var, inkişaf varsa və orada sponsorlar varsa, istər-istəməz legionerlər daxil olur onun içinə. Əgər legioner də daxil olursa, səviyyə birbaşa qalxır liqalarda, ona görə baxım artır. Məsələn, mən özüm Türkiyədə belə deyək, bir qism işləmişəm, belə 2 sezon. Orada, yəni Türkiyədə də son belə deyək də 5 ildə birdən belə liqa səviyyəsi qalxdı. Onun səbəbi əsasən legionerlərin ora gəlməsi idi. Yaxşı top oyunçuların ora gəlməsi. Ona görə liqanın səviyyəsi qalxdı və bu liqanın səviyyəsinin qalxmasından da Türkiyə qadın futbolu inkişafa keçdi və istər bu aşağı yaş millilərində inkişaf hiss olundu, istər A milli səviyyəsində inkişaf oldu, başqa liqalar inkişaf elədi. Kütlə böyüdü, çox böyük kütlələri var, yəni futbolçu hovuzları var, çox. Həddindən Türkiyədə bəli. Yəni onların düşünün bu il 16 komanda Super Liqadadır. Səhv eləmirəmsə 14 komanda 1-ci liqadadır. 110-un üzərində komanda da 3-cü liqadadır. Yəni ondan sonra da onların o ulduz komandaları zadı var, kubalar. Yəni çox böyük yəni seçimləri var. Və orada belə Super Liqada o yerə çatıb ki, orada mənim bildiyim son illər, indi mən bilmirəm nə yerdir. Bütün klubların öz YouTube səhifələri var idi. Və orada doğrudan da baxış vardı. Məsələn, mən belə bir şey var idi. Biz Formget'in oynayanda orada onların öz YouTube səhifəsində verirdilər ilk olaraq təzə-təzə biz gedəndə. Baxış sayı elə də bir şey yox idi. Sonra orada TV6 deyə bir kanal var, Ankaranın kanalıdır. Onlar bilmirəm hardan tutdular məsələni. Gəlirlər təklif edilər ki, gəlin biz sizin oyunları canlı verək TV6-da. O ki, razılaşdılar nəsə, sonra oyunları TV6 verirdi. Bir gün biz, elə ki, orada mən getdiyim il 2 qrup idi, play-off mərhələsi ilə idi. 2 qrupdan sonra bəlli 4-4 buradan çıxır, play-off oynayırdı, yarım final oyunu. Bir gün mən orada soruşdum o yayımcı qurumun o rəhbərindən ki, bəs maraqlı gəldi də, ümumiyyətlə bizim oyunların belə baxışı falan filan. O mənə dedi ki, birinci biz hələm qrup mərhələdə oynayırıq. O deyir, 33.000 baxış var sizin oyunlara. Belə bir şey gəldi, 33.000 baxış. Bu bizə baxan kimdir? Maraqlı gəldi. Amma sizə deyim ki, doğrudan da komanda tərkibində olan o qədər keyfiyyətli legionerlər var idi ki, belə deyək də Kanada A milli, Ukrayna A milli oyunçular üst düzeydir. Çox yaxşı da futbol oynayırlar. Bəli, üst düzeydir. Yəni doğrudan stadiona belə deyək də azından hər oyun 3000-5000 adam gəlirdi. Artırdı. Sonra biz yarım finala çıxanda mən soruşdum, maraqlı gəlirdi də mənim özümə. Biz yarım final oynadıq. Yarım finalda soruşdum, dediniz ki, səhv eləmirсiniz, dedi 102.000 baxış olub. Belə bir şey, yəni necə olur da? O mənə başa saldı ki, qadın futbolun yeni inkişaf eləyir. Bunu heç kim bilmir elə bil. Biz elə bil ki, qabağa düşmüşük. Sonra final oyununda mən soruşdum. O mənə dedi ki, 180.000 baxış olub final oyuna Fənər. Həmin oyunu da 9.000 azarkeş ilə stadionun içində izləyirdi. Yəni, yenə deyirəm, o qədər belə şey var ki, baxış var ki və tələbat var qadın futboluna. Ondan başqa sizə bir dənə şey deyim. Mən ilk il gələndə orada idman direktoru getmişdim kluba. Amma əsas işim əsas komanda idi. Mənim elə bir ki, aşağı yaşlarına idman direktoru olmuş akademiyada baxırdım. Onda mən gələndə 150-200-ə yaxın uşaq vardı akademiyada, 8 əməkçi. Biz komanda çempion oldu, ilk çempion oldu Ankara tarixində. Ondan sonra 500 tələb var idi, 500 uşağa tələb var idi. Biz stadion tapa bilmirdik ki, yəni məşq eləyək. Düşünün, yəni heç məşqçi bizim şey yox idi də, yəni ki ona çatdırsın. Yəni o qədər belə şey var ki, bir də sponsorlar əlbəttə ki. Çox sponsor var ki, doğrudan da istəyir ki, mən sponsor eləyim.
Yəni orada biraz məsələlər o idi ki, yəni çempion olmuşdu, komanda Çempionlar Liqası, hamı istəyirdi ki, o komandanın yanında olsun, biraz reklam olsun, zat. Amma sponsorlar çoxdur. Yəni sənin sponsor axtarmaq şeyin yoxdur. Yəni sən orada məsələ var ki, mən sponsoru seçirəm. Yəni bizim klub, məsələn Fongate vaxt var idi ki, bir var ki, əvvəllər biz sponsoru hardasa axtarırlar. Ondan sonra biz sponsor seçirdik. Düşün, masada 30 dənə sponsor var idi. Biz o masanın üstündəki 30 nəfərdən kimsə seçək. Eyni şey bizə də aiddir. Yəni biz bu şeyləri əgər ölkəyə gətirə bilsək, əlbəttə ki, biz belə klublar da qatılsa bizim işə, götürsələr öz himayələrinə, belə deyək, hansısa legionerlər gəlsə, liqanın səviyyəsi qalxsa, hansısa yayım şirkətləri girsə işlərə, oyunlar çəkilsə, istər-istəməz çəkilişlərdə sponsorlar gələcək. Çünki bir dəqiqə bilirsiniz sponsorlar nə üçün gəlir. Yəni bu şeylərdən sonra, yəni bu mərhələlər olmalıdır. Mən düşünürəm ki, ondan sonra bir inkişafa gəlib çıxa biləcəyik. 10 il bundan qabaq heç bəzi cəmiyyətdə qadın futbolunun olduğunu bilmirdi Azərbaycan, yəni ölkəsi və yaxud da Azərbaycan insanları. Amma bizim ölkəyə baxanda Avropada elə deyil. Avropada ümumiyyətcə futbola maraq daha böyükdür. Çünki elə futbol Avropada, yəni xaricdə yaranıb deyə diqqət daha çoxdur, maraq daha çoxdur. Yəni uşaq yaşından futbol məktəbləri var. Daha professionallar, yəni uşaqlıqdan elə mühitdə böyüdükləri üçün ona alışırlar. Amma burada hələ futbol mənə görə təzə-təzə inkişaf edir. Yəni təzə-təzə daha yaxşı levela gəlib çatır və düzdür bunu biz öz əziyyətimizə görə belə olub. Amma indiki yəni balaca yaş dövrlərinə futbol və yaxud da daha, yəni indi hal-hazırda daha yaxşı inkişaf gedir. Düşünürəm ki, bundan sonraki illərdə Azərbaycan futbolu üçün daha yaxşı olacaq, daha yaxşı inkişaf gedəcək. Yəni əvvəlki nisbətən illərə baxanda. Mən düşünürəm ki, bizim qadın futbolu Avropadan fərqləndirən əsas cəhətlərdən biri qızlarımızın gec futbola başlamasıdır. Və liqalar bundan qabaq, məsələn, kiçik liqalarımız ancaq turnirlər şəklində olub. İndi belə bir inşallah bu il bizdə məsələn 12 yaş liqa var. 12, 14, 16 yüksək liqa var. 4 liqamız var və 12-ni də Zümrüt xanımın təyinatından sonra gətirib. Məqsəd o idi ki, o az yaşından uşaqları cəlb eləyək ki, gecikməyək. Düzünü desəm, plan odur ki, doğrudan üzümüzə gələn il onu daha 2 yaş salaq, 10 yaş liqa salaq. Belə bir plan var. İnşallah ki, onun üzərində Zümrüt xanım işləyir departament olaraq. Bu tədbirdə istər-istəməz biz hansısa belə deyək, məcburiyyətlə o yaş limitini istədiyimiz qədər aşağı salacağıq. Məcbur olacaq klublar, daha doğrusu qadın futbol liqalarında iştirak edən komandalar daha gənc qızları cəlb eləsin. Bu da bizim üstünlüyümüz olacaq. Və buna da bizə zaman lazımdır ki, doğrudan da biz o dediyiniz kimi o keyfiyyəti istər keyfiyyət meydançanın içində olsun, istər düşüncədə olsun, ala bilək. Və ondan başqa dediyiniz kimi bir dənə orada məsələ odur, mühitdən də çox şey asılıdır. Yəni mühit səni necə qəbul edir? Milan onu doğru dedi. Cəmiyyət səni necə qəbul edir? Şükürlər olsun ki, doğrudan indi cəmiyyətdə azından insanlar sosial şəbəkələrdə azından xoş şeylər yazırdı. Əvvəl nəsə məsələn qələbə qazanırdıq da belə elə şey yazırdı ki, adam peşman oldu ki, amma niyə qələbə qazanmışam? Amma indi doğrudan da yenə də var, əlbəttə ki, mən düşünürəm, amma çoxluq olaraq doğrudan da qadın futbolunu dəstəkləyir və o qədər paylaşımlar olur. Məsələn, mən dünənləri bir şey eşitdim. Sevinclə biz danışırdıq kapitanımızla. Onun Bangladeşdə bir müsahibəsi var, ingilis dilində danışır. Belə danışırdıqsa, mən dedim ki, mənim bu ingilis dilində danışdığım şey və Törə xanımcı desə onu çəkib qıraqdan paylaşmışlar. 441 min baxış olmuşdu. Yəni bu böyük bir nəticədir. Yəni əlbəttə. Yəni bu məsələn mən yəni əvvəl bunu düşünmürdüm. Yəni dünən biz bunun mücadiləsini alanda doğrudan da bu bir şeydir. Ondan başqa bizim məsələn məşq prosesləri olur, oyunlar olur, qızların oyundan olan paylaşımlar olur. Eşidirəm ki 70 min baxış olub. Yəni bu böyük bir şey. Yəni bu biz yəni mən düşünürəm ki o Milan'ın da qeyd elədiyi kimi biz doğrudan da qadın futbolunu bir yerlərə gətirə bilmişik. Yəni önəmli olan odur ki, biz gətirdiyimiz yerdən minimum duraq
getməyə arxaya. Hı -hı. Önə getməyə çalışaq. Yəni onun üçün indi mücadilə. Əmsalımı Bəli, uzun onun üçün boylu. mübarizə aparır indi. Bax siz danışanda bu sual məndə yarandı. Ölkənin istənilən yerində valideynlər uşağını hazırda qız uşaqlarını futbola qoya bilir. Belə deyək, mən düşünürəm ki, yuxarı aşağı çox Yəni regionlarda belə regionlarda komandalar da var, bəli. Və belə deyək, aşağı yaşlarda kütləmiz daha çoxdur. Yuxarıya gəldikcə biraz hələ ki onu saxlaya bilmirəm. Amma belə baxanda bundan öncəki, məsələn, keçən sezon bizim 6 komanda vardı Super Liqada. Bu il 12 komanda var. Bunun özü bir artımdır. Doğrudan da bir sevindirici haldır. Və bəzi işte belə də region komandaları var ki, onlar Super Liqada iştirak etmək istəyir. Onun özü də bir artımdır. Ondan başqa 16 komandamız var. Orada komanda sayı var. Yəni 14 liqası var. 14 liqası və 12 liqamız var. Burada doğrudan da kütləmiz çoxdur. Bizim məqsədimiz odur ki, o kütləni maksimum necə yuxarıya çatdıra bilərik. Daha doğrusu kütləni maksimum keyfiyyətli şəkildə yuxarı necə çatdıra bilərik. Və bu il belə bir qərar da aldı departament ki, bilirsiniz də bizdə qadın futbolunda belə şey var. Mən düşünürəm ki, biraz bu ölkənin mentalitetindən də gəlir. Biz biraz böyüdükcə qızlar bəziləri futboldan gedir. Ona görə biz Vışlı Liqada komanda sayını necə çoxalda bilərik? Çünki komanda sayını çoxaltmaq istəyirik, amma əlimizdə hovuzda oyunçu yoxdur. Necə çoxalda komanda sayını? Biz gəncləşməyə getdik departament olaraq. Yəni belə qərara gəldik ki, gəncləşməyə gedək. Demək 2010 daxil olmaqla ondan yuxarı oyunçular hamısını verdik Super Liqaya. Yəni 17 milli komandasına düşən oyunçular, 19 milli komandasına düşən oyunçular və A milli komandaya düşən oyunçular, bütün bu millilərin hamısının oyunçuları oynayır Super Liqada. Belə oldu tədqiqatda istər-istəməz kütlə böyüdü və komanda sayı artdı. Oldu 12 komanda. Yəni bu planlı şəkildə bir şeydir. Məqsəd odur ki, yüksək liqanı belə deyək, komanda sayını artıraq və gələcək ildə sezonda biz düşünürük ki, doğrudan da bəzi oğlan komandaları var ki, müraciət edəndə ki, biz hansısa bir komandanı himayəmizə götürək, hansı hazır komandanı ona təqdim edə bilər. Yəni bu çox sevindirici haldır. İnşallah ki, məqsəd odur ki, doğrudan da Super Liqada maksimum sayı. Məsələn, bu il 5 komanda oynayır klubların. Biz düşünürük ki, gələn əslində mənim bildiyim bəzi Super Liqa komandaları da istəyirdi. Oğlan maraq vardı, amma biraz gec qaldılar. Və onların aşağı yaşlarda məsələn var komandalar. Məsələn, Tovuzun mənim bildiyim 16 komandası var, 16 liqasında oynayır. Əslində onlar istəyirdilər Super Liqasında, amma bəzi sənəd şeylərini, meyarlarını çatdıra bilmədilər nə qaldı. Mən düşünürəm ki, gələn il Tovuz da iştirak edəcək. Ondan sonra İmişli deyəsən müraciət edir. Bu sevindirici haldır. Biz sevinirik buna. Ki doğrudan da belə olur halda da 7-yə çatır, bəlkə də 8 olacaq. 8 olsa demək ki, yarıdan çoxu deməkdir. Mən düşünürəm ki, belə olduqda da hansısa bir rəngarəngilik qalxacaq və ola bilər ki, bundan sonra bəlkə də bu ikinci dövrəyə çatar falan. Bəzi oyunlar məsələn ola bilər yayımlana da bilər. Departament olaraq bunun üzərində işləyirlər ki, oyunları necə yayımlaya bilər. Məsələn, Türkiyədəki olan klubların çoxunun YouTube səhifələri var, özünüz bilirsiniz. Oradan canlı efirlər gedir. İnsanlar da oturur baxır. Yəni biz cəmiyyətə onu çatdıra bilmirik. Amma indi departament olaraq bunun üçün mücadilə aparır. Federasiyada yəqin bunun içindədir ki, biz qadın futbol liqalarını necə yayımlayaq, canlı efirdə verək. Yəqin ki, hansısa platforma yaratmaq istəyirlər və oradan istəyirlər ki, bəzi oyunlar canlı versinlər ki, insana cəmiyyətdə ümumiyyətlə çatdıraq ki, ümumiyyətlə qadın futbol oynaya bilər. Milana, bu cür mövzular maraqlıdır izləyicilər üçün. Hekayə necə olub? Başlanğıc necə olub? Futbol sevgisi hardan yaranıb? Uşaqlıqdan oğlanlarla futbol oynamağı çox sevirdim. Yəni uşaqlıqdan gələn bir sevgidir, amma necə başlamışam? Məktəblər arası yarışlar olurdu, Coca-Cola yarışları. Yəni 5 oğlan və 1 qız gedirdik. Və mən hər zaman ailəmə yalan danışırdım ki, biz qızlarla turnirə gedirik. Çünki dediyim kimi, daha öncə dediyim kimi, yəni biraz mentalitet fərqli olduğuna görə mənim ailəmdə ilklərdə icazə vermirdi, yəni futbol oynayım. Amma çox sevirdim. Yəni hər gün məktəbdən sonra, məktəbdə idman dərsində ancaq futbol oynamaq sevirdim. O Coca-Cola yarışlarına başladım. Sonra qardaşım yadımdadır ki, futbol olan marağımı yəni görürdü də, çox istəyirdim. Hər dəfə deyirdim, ailəmə deyirdim, məni futbola yazdırın, amma
icazə vermirdilər ki, yəni sən oxumalısan, sən məktəb oxumalısan, icazə vermirik və sadəcə yay tətilində yadımdadır ki, mən futbol oynayım, yəni o yay ərəfəsində futbol oynayım deyə vətən komandası var idi, düz evimizin yanındaydı. Sadəcə ora yazırdılar ki, yəni oyna orada və yay tətilini elə keçir. Mən də yadımdadır ki, elə o komandaya getdikdən sonra 2 ay keçdi. 2 aydan sonra çempionat yarışları başlayırdı. Onda U13 liqası var idi. U13 liqasından başladım və bir ay keçmişdi ki, siyasət müəllim məni milliyə dəvət elədi. Orada seleksiya var idi. Milliyə dəvət aldım və sonra milli komandanın təlim məşq toplantısına çağırıldım. Yadımda da 15 yaşlıların və ondan sonra başladım. Və Ailəsinin fikrini dəyişdi. Ailədə indi necədir münasibət? Necə? İndi evdə münasibət necə? İndi təbii ki, çox dəstək olurlar və hətta bəzən mən ailəmə deyirəm ki, o vaxtı icazə verməmişdiniz. Deyirdilər ki, o vaxtı fikirlər fərqli idi. İndi fikirlər tamamilə fərqlidir, amma indi çox dəstək olurlar, sağ olsunlar. Baxırlar oyunlara falan. Əlbəttə. İndi ümumiyyətcə evdə ancaq futbola baxılır. Yəni qız komandası olsun, oğlan komandası olsun, yəni Artıq futbolçu ailəsidir deyə. Çox, yəni məsələn mənim anam bizim oyunlarımız olanda inanın ki, çox həyəcan keçirdi. Çox yəni 5 il bundan qabaq düşünməzdim ki, belə bir hal olacaq. Futbolla yaşayır. Bəs məsələn sən özün və yaxud da indi valideynlər biraz köhnə nəsildir də. Qohumda, əqrabada, belə qonuda, qonşuda, nə bilim işte məsləhət görürmü ki, məsələn mənim qızım futbol oynayır, siz də qızınızı futbola qoyun. Bu belə tövsiyələrdə. Yəni indi hal-hazırda dediyim kimi fikirlər tamamilə fərqlidir və mənim öz ailəm haqqında danışa bilərəm. Kimsə mənim ailəmin yanında desə ki, futbol və yaxud da ki, futbola qoymaq istəyirəm, yəni deyirlər ki, qoy, mütləq. Çünki hal-hazırda həqiqətən yəni tamamilə fərqli olub da futbola yanaşma. O yüzdən hal-hazırda yəni sadəcə dəstək. Yəni və tək ailəm deyil, ümumiyyətlə çox insanlarda görürəm ki, futbola maraq fərqli olub, yəni yanaşma fərqli olub, daha yaxşıdır. Bəs öz hədəflərin varmı? Yəni yaş 22, hələ qabaqda karyera var. Belə xəyalın nədir ölkə futbolu ilə ya özündən bağlı? Yox, xəyal deyil. Və yaxud da reallığın nədir? Çata biləcəyin? Xəyal deyil, məqsəddir. Məsələn, belə deyim də, mən indi hələ gəncəm. Mən bilirəm ki, artıq 3 ildən sonra harda olacağam. Amma o hədəfimə, o məqsədimə çatmaq üçün də nələrsə etməliyəm. Və hal-hazırda da mənim bu bir yolumdur. O məqsədimə çatmaq üçün getdiyim bir yoldur. Məsələn, mən keçən il Türkiyədə, Türkiyə liqasında oynayırdım. Bu il Makedoniya, gələn il daha başqa. Və bir yerə çatmağım üçün bu gedəcəyim bir yoldur. Mən bilirəm ki, artıq harda olacağam, amma bunun üçün çalışmaq lazımdır. Təbii ki də Avropa komandalarında oynamaq istəyirəm. Yəni məqsədim budur. Bəs bayaq soruşdum, amma bir də soruşum. Bəzən biz oğlan futbolçularımızda bunu görürük də, uyğunlaşma prosesi. Makedoniyada, orada başqa Azərbaycanlı oynayır yoxsa? Yox. Ora köçmək, uyğunlaşmaq, yaşamaq çətin deyil bunlar. Çətindir, təbii ki də. Tək Makedoniya deyil. Ümumiyyətcə bir qız yəni olaraq, ümumiyyətcə qız futbolçusu olaraq deyə bilərəm ki, bütün qızlara çox çətindir inanın ki, legioner həyatı yaşamaq. Yəni yaxşı tərəfləri çoxdur, amma çətin tərəfləri də var. Çünki ilk növbədə ailəndən uzaq qalırsan, vətəndən uzaq qalırsan. Məsələn, mən axırıncı dəfə 6 ay bundan qabaq Bakıda olmuşdum. 6 ay bundan qabaq ailəmi görmüşdüm. Çünki zədə aldığıma görə də milli komandanın təlim məşq toplanışlarına qoşula bilmirdim. Yəni 6 ay bundan qabaq görmüşdüm. Təbii ki də yəni çox çətin bir hissdir. Amma bu bizim belə deyim, işimizdir. Bu yəni biz artıq bu yolu seçmişik və mən yəni hal-hazırda bu yolu seçməyə görə çox xoşbəxtəm. Dediyim kimi çətin tərəfləri olur, amma əsas bir məqam xoşbəxt. Yəni gördüyüm işdən zövq alıram, xoşbəxt hiss edirəm özümü, amma yəni bizim üçün də bu yaxşı bir təcrübədir. Məsələn, Makedoniya olsun, Rusiya olsun və yaxud da Türkiyə olsun. Yəni bu bizim gələcəyimiz üçün böyük bir təcrübədir və yaxşı bir təcrübədir. Səsən mən milli komandanı da soruşum. Qarşıda əslində buna qədər ki, ayrı-ayrı mərhələlərdə müxtəlif yaxşı nəticələrimiz oldu.
Məsələn, bayaq danışdıq, indi yayımdan qabaq Millətlər Liqasında bir liderlik var idi, qrup liderliyi var idi. Qarşıda bu son Millətlər Liqasında pis keçmədi, son ana qədər daşımışdıq. Hətta yadımdadır, son Latviya oyununa belə yüksək bir maraq var idi. O oyun ərəfəsində elə AFA Media Departamenti, digər aidiyyatı şöbələr də məncə səhv eləmirəmsə orada bir yaxşı işlər görülmüşdü. Yəni belə bir xüsusi maraq yaradılmışdı oyuna, o ulduzların gəlməsi falan. Yəni danışdıqca xatırlayıram bəzilərini. Qarşıda hansı yarış var və hazırki millinin potensialı bizə nəyi deyir? Hansısa Avropa və ya dünya çempionatının əsas mərhələsi ola bilərmi və ümumiyyətlə bu milli ilə bağlı bir ümumi fikirlərinizi alın. Belə deyək, bundan öncə dedim biz bu turnir var ki oynadıq və 2 qələbə qazandıq. Bundan öncə də Qazaxıstan milli komanda, Qazaxıstanda təlimləşdirmişdi. Orada da hər iki oyunu yəni qələbə qazandıq. Bizim üçün də oradan çox önəmlidir qələbələr. Bu seriyanı yaxalamaq. Bizim inşallah mart ayında 2 rəsmi oyunumuz var. İnşallah 3 martda evdə oynayırıq Şimali Makedoniya ilə. 7 martda da oynayırıq inşallah səfərdə Macarıstanla. Və qrupumuzun daha bir komandası var, o da Andoradır. Mən düşünürəm ki, bu qrupda Makedoniyanı, Andoranı ümumiyyətlə rastlaşmamışıq, yəni o A milli olaraq. Amma Macarıstan tanış rəqibdir. Bundan öncə qrupumuzda olub və B səbətində, daha doğrusu qrupumuzda olub. Səfərdə biz onlarla 1-1 qalmışdıq. Evdə məğlub olmuşduq onlara. Yəni rəqibi tanıyır, rəqib də bizi çox yaxşı tanıyır. Düzün desəm məqsəd odur ki, qrupdan lider kimi çıxaq. Bütün komandada buna köklənib qızlar, biz son belə deyək, bu kampdan ayrılanda da qızlarla belə son belə deyək, belə toplantıda biraz bəzi şeyləri müzakirə elədik və yenə deyirəm, onlara bəzi bizim tövsiyələrimiz olur. Ondan başqa bəzi qızlar var ki, istər klublardakı olan məşq prosesləri var ki, çalışıq onları da nəzarət eləyək və istəyirik ki, milli komanda düşərgəsinə gələn qızlar hazır gəlsin. Əsasda kondisional hazır olsunlar. Bir də oyun praktikaları olsun. Oyun praktikaları odur ki, yəni öz klublarında oynaya bilsinlər azından. Və daha bir sevindirici haldır ki, bizim ligiona həyatı yaşayan qızlarımızın əksəriyyəti öz klublarında ilk 11 oynayır. Bu bizi çox sevindirir. Çünki onlar bu belə olduğu təqdirdə milli komanda düşərgəsinə hazır gəlir. Həm kondisional, həm fiziki, həm taktik olaraq və bu bizim işimizə çox yaxşı tərəfdən yarayır. Və bizim də tövsiyələrimiz bununla bağlı olur ki, yəni daha hazırlıq gələk milli komandanın düşərgəsinə. Azından ola bilər ki, elə qızlarımız var ki, öz klubunda şans qazana bilmir. Onlar tövsiyə edirik ki, kondisional olaraq heç olmasa yaxşı gəlin də, yəni maksimumda gəlin ki. Çünki bizim milli komandanın, yenə də deyirəm, biz dönüb arxaya baxanda yenə də deyirəm, biz çox sevinirik ki, milli komanda gözlə görüləcək gələcəkdə artım var. Bunu yəni futbolun içində olmayan bir adama da bizim 5 il bundan əvvəl qoyduğumuz oyunu, bəli, və bundakı oyunu qoysa görə. Yəni bu tək nəticələrlə deməzdim. Burada oyun planı olsun, yanaşma olsun, oyun içində topla rəftarlar olsun, oyun düşüncəsi olsun. Yəni bu gözlə görünən bir şeydir. Amma bizim mən düşünürəm ki, komandanın ən üstün tərəfi istək və xarakteridir. Bizim komanda bütün oyunlara, yəni qızları deyirəm, döyüşməyə çıxır. Yəni bu faktdır. Yəni siz görərsiniz ki, onlar razvalkada necə hazırlaşır. Yəni Milano burada deyil demirəm. Yəni bizim qızlar doğrudan da elə bir ki, son oyuna çıxırlar, belə hazırlaşırlar. Bütün oyunlarımız belədir. Biz heç vaxt və mən komandanın qızlarına həmişə deyirəm ki, heç bir rəqibə yuxarıdan aşağı baxmaq olmaz. İstəyir reytinq aşağı olsun və biz heç vaxt reytinqə də baxmırıq. Biz özümüzə baxırıq həmişə və çalışdığımız qədər maksimum köklərin oyna və mən yenə də deyirəm, biz zəif oynaya bilərik komanda olaraq, amma zəif qaça bilmərik. Mən hər zaman bunu istəyirəm komandadan. Bizim zəif oynama şansımız var, amma zəif qaçma şansımız yoxdur. Zəif mücadilə eləmə şansımız yoxdur. Xarakter maksimuma. Belə hallarda biz bəzi şeyləri bakırvat eləyə bilirik, yəni komanda olaraq. Və bizdə, yenə deyirəm, bizim daha bir üstünlüyümüz odur ki, biz komanda yox, biz ailəyik. Bu netdir. Çünki bizdə onsuz da yuxarı aşağı bir
kiçik bir yəni şey var ki, 25-26 nəfərdən ibarəti. Bildiyimiz kimi burada zədələr də var ki, yəni Milanoda bunu yaşayır. 2 kampda biz ilə ola bilmirik. Şükürlər olsun inşallah ki, dönür. Yəni bu zədələr bizi yorur və bəzi planlar var ki, biz bunu öncədən qoyuruq turnir öncəsi və fikirləşirik ki, burada bunu eləsək necə çıxa bilərik. Bəzi şeylər var ki, yəni o biz kağız üstündə elədiklərimizi bizə problem yaradan bir şeylər, o da zədədir. Çünki bizdə bəzi mövqelər var ki, onu o oyuncular zədələndə biz onun yerini doldurmağa çox çətinlik çəkirik. Bizdə problemlər budur. Amma yenə də deyirəm, məqsəd bu qrupdan birinci çıxmaqdır. Yox əgər, yenə də deyirəm, hansısa problemlər olarsa, yəni minimum play-off'a qalmaqdır azından ki, play-off'la çıxaq. Ondan başqa əsas məqsədlərimizdən biri odur ki, yenə də Millətlər Liqasında B səbətinə gətirək komandanı, amma B səbətində qalaq. Öncədən deyirdim, yəni tutduğumuz yerdə, bundan öncə biz bilirsiniz, gəldik B səbətinə, təəssüflər olsun ki, orada qala bilmədik, təzədən qayıtdıq C-yə. Amma indi odur ki, yəni onda da təcrübəsizliyimizdən qayıtdıq. Mən düşünürəm ki, indi bəlli bir təcrübə yığmışıq, hardasa bizim zapasımız var. İndi məqsədimiz odur ki, onu gətirək B-yə, B-yə də qalaq. Şansımız varsa zorlaya biliriksə daha yuxarıya zorlayaq. Yoxsa azından B-yə gələk. B səbətinə gəlsək, istər-istəməz o reytingdə də qalxacağıq. Məqsədimiz odur ki, reytingdə nə qədər qalxa bilirsə qalxaq. Bu tədbirdə də, yəni çünki bizim hər şey planlıdır, hamısı bir-birinə zəncirdir. Belə olduğu tədbirdə də istər-istəməz bizim o B-də olsaq, B-də biz qala bilsək, reytingdə qalxsaq, oyunlarımız daha baxımlı olsa, istər-istəməz bundan öncə deyirdik ki, departamentin, qadın futbolunun bir planı var ki, burada olan qızlar var ki, indi qonşu ölkələrdə, onları hansısa Avropa ölkələrinə çıxardaq. Bu bizim işimizin bir, belə deyə də, qoludur. Yəni, biz bu tədbirdə o işləri yapa bilərik. Bir mərhələni bitirmək. Bəli. Yəni, ona görə bunlar hamısı bir-birini zəncir kimi tamamlayır. Yəni, bu zəncirə də getmək üçün bizə vaxt lazımdır. Və biz istəyirik ki, doğrudan da vaxtımızı səmərəli keçirdək. Və belə deyək, ora getdiyi yol var. İndi Milanoda bundan öncə bir yol var. O yolda maksimum diqqətli və ayıq olaq ki, itirməyək azından. Təşəkkür edirəm. Uğurlar həm millimizə, həm Milana sənə karyeranda. Mövzu çox olsa da, yəqin ki, növbəti görüşlərimizdə, növbəti irəliyən vaxtlarda yenə bax bu mövzuda danışarıq. Bilirəm, mövzu çoxdur, yarımçıq qalan məsələlər var. Amma birinci buraxılış üçün məncə bu yetərli idi. Görüşərik. Təşəkkür edirəm. YouTube kanalımızı və digər platformalarımızı izləyin. Ölkə futboluna həsr olunan xüsusi reportaj və müsahibələrimiz davam edəcək. Hələlik.